Salam valideynlər, necəsiz? Mənim uşaqlarım nətərdir? Eləyirlərmi tapşırıqlarımı? Oxumağı zad unutmayıblar. Müəllim, düzdür desəm, kitabların harda olduğunu belə bilmirəm. Hər uşaqdılar da dincəlsinlər, yayda axı. Salam müəllim, necəsiz? Bəli, biz bütün tapşırıqları eləyirik, testlərlə də məşğul olur. Ondan da əlavə kitablar da almışam ki, evdə məşğul olsun. Allah razı olsun. Müəllim, sabahdan söz verin, başlayacağıq. Bu aralar başım yaman qaçışıqdır, mürəbbələr, kompotlar eləyirəm. İnşallah sabahdan üstündə duracam eləsin. Ay Allah, yay tapşırığı var idi. Bəs mənim niyə xəbərim yoxdur? Mən nə biləm, sadəcə istirahətdədirlər. Get kitabı gətir, tez kitabı gətir. Müəllim, mənim bu oğlumdan bacarmıram, xahiş edirəm, bir dənə səs atın, o sizdən qorxur. Oxumur, kitabda əlinə almır. Deyirəm, oxu deyirmənlikdə. Salam müəllimə, salam valideynlər. Biz indi istirahətdəyik. İnşallah sentyabrda bizi kitablar gözləyir.